uşaqlıq cismindən inkişaf edən düyünlər haqqında məlumat vermək istərdim. Təsəvvür edin ki, bu uşaqlıq cismidir. Burada uşaqlıq boynunu, yumurtalıqları və boruları əks etdirmişik. Uşaqlıq cismindən boşluğa doğru inkişaf edən, uşaqlıq özü 3 qatdan ibarətdir və uşaqlıq cismindən boşluğa doğru inkişaf edən düyünlər ən çox hallarda xəstələrdə qanaxmaya səbəb olur. Bir çox hallarda uşaqlıq boşluğundan inkişaf edib həm adət dönəmində, həm də adətdən kənar uşaqlıq cismindən axan ifrazatlar bu düyünlərin səbəbindən yaranır. Bəzən pasiyentlər qarnın ön divarında olan ağrılardan və yaxud da sidik ifrazının tezləşməsindən bizə şikayət edir. Bu hallarda biz düyünlərin uşaqlığın ön divarında olduğu haqqında təəssürat yaradır. Bəzi hallarda isə heç bir şikayəti olmadan tam keçirilmiş təsadüfi müayinələr zamanı biz uşaqlıqda inkişaf edən düyünləri aşkarlayırıq. Bu düyünlər isə uşaqlıqla onun miometri qışası arasında yaranan intramural, əzələ qışası arasında yaranan intramural düyünlərdir. Hər halda bu hər bir hadisənin heç biri ilə üzləşməmək üçün vaxtında həkimə müraciət etməyinizi tövsiyə edirik.